Pasiyentdə bu hissədə burada bizim bir kiçik azı dişimiz, bir də böyük azı dişimiz yoxdur. Pasiyentin sağ yuxarı tərəfində, çənədə. İndi buranı bərpa etməyə çalışacağıq. Amma bizim burada məsafəmiz təxminən 3-4 mm-dir bu malyar diş, azı dişi bölgəsində. İndi biz oraya sinus lifting edib bu implantlarımızı qoymağı düşünürük. Bağlayırıq. Bax belə defektdir. Gənc xanımdır, amma ağzında dişi yoxdur. Ağrı var mı? Ağrı yoxdur da. Yalandan bək-bək qışqırır. Qatlayız. Toxuma səviyyəli implantdır. 2 səthli, parlaq səth və düzlü səth. Buyurun. Beləcə 2 ədəd paralel implantımızı yerləşdirmiş olduq. Buradan da baxsaq paralel, buradan da baxsaq dişin cərgəsində tam yerləşdirmiş olduq. Bunları çıxardaq belə. Və əməliyyatdan sonraki vəziyyətə baxırıq. Əməliyyatdan sonraki vəziyyət bu. Qapalı sinus liftinglə bura implant yerləşdirildi. 2 mm bu hissədə Aymor boşluğuna girmiş olduq. 2 mm-də bu tərəfdə çöldə qalmış oldu. Parlaq səth. Ümumilikdə implantın uzunluğu 7 mm-dir. 5 mm sümük içində, 2 mm çöldə qalan parlaq hissəsi və əməliyyatımızı bitirmiş olduq 2 ədəd paralel implantla.